Herkese selam, kanalıma hoş geldiniz. Bugün sizlere kremli krep tarifi vereceğim. Erzaklar 2 yumurta, 1 stekan süt, 1 stekan su, 2,5 stekan un ve 1 çimdik tuzdur. Karıştırma kabına 2 yumurta, 1 stekan süt, 1 stekan su əlavə edib yaxşıca karıştırın. Bu karışım tamam olduktan sonra üzerine bir çimdik tuz ilave ederek ve unu hisse hisse ilave ederek karıştırın. Unun miktarı değişebilir. Bu yumurtanın büyüklüğünden asılıdır ve eğer hamurunuzda topaklanma olduysa narahat olmayın. Karıştırdıkça bunlar kesip gelecektir. Bu hala geldikdə hamurumuz hazırdır. Bu şekilde. Tavana biraz yağ töküp yaxşıca qızdırdıktan sonra krep hamurumuzu əlavə edir və qızardır. Kreplerimizin yumuşaq çıxmasını istəyiriksə, yağı və tavanı yaxşıca qızdırmaq lazımdır. Üzərində kiçik qabacıqlar əmələ gəldisə, o digər üzünü çevirir və o üzündə biraz qızardırıq. Təxminən yarım çömçə kimi xəmir əlavə edib və bu boyda kreplər əmələ gəlir. Mən krepimi kremli edəcəm, amma istəsəniz kreplərin arasına istəyikən şokolad və yaxud şeker tozu əlavə edib o şəkildə də servis edə bilərsiniz. Mən kremli etdiyim üçün bu şəkildə arasına krem doldurub bu şəkildə büküb bu formanı verərək bu şəkildə servis etdim və dadı çox dadlı, çox ləzzətli alınır. Yoxlayacaq olanlara indidən nuş olsun. Sağ olun.